Bugünkü dərsimizdə biz bu cür aydaşı daşından istifadə edərək, bu aydaşının ölçüsü 6 mm-dir. Aydaşından sonra çəhrayı kvarsdan istifadə edərək, bu daşın da ölçüsü 6 mm-dir. Zəncir detalından istifadə edirik. Xırda ölçülü zəncirdir. Və digər nisbətən xırda ölçülü olan zəncirdir bundan və digər fərqli formada zəncirlərdən istifadə edə bilərik. Zövqünüzə oxşayan hansı zəncir sizə xoşdursa, o zəncir detallarından istifadə edə bilərsiniz. Və bir belə ay detalı da var ki, Swarovski daşlarına işlənib, çox gözəl görünüşə malikdir. Bu detaldan da istifadə edə bilərik. Burada ay daşı olduğuna görə mən bu detalın olmanın vacibliyini hiss elədim. Çünki bu formalı ay daşında bu cür detalın olması daha xoşa gələn olur. Modelimizin hazırlanmasına başlayırıq. Bunun üçün bu cür trosiplərdən həmişə olduğu kimi istifadə edirik. 0,8 mm ölçüsündə olan tros ipidir. Və bunun uzunluğunu əgər biz 40 cm-lik boyunbağadan düz boyunbağa düzəldəcəksə, hardasa 50 cm götürməyimiz kifayətdir. Çünki qıraq hissələrindən də biraz bizə əlavə lazımdır. Çox götürməyin də ehtiyacı yoxdur, az da götürməyə ehtiyacı yoxdur. Hardasa göz yarı ölçüdə bu formada götürməyimiz kifayətdir. Və başlanğıcda bütün işlərimiz kitək kimi bu cür düyün gizlədəndən istifadə edirik. Salandan sonra keçiririk ləvazimatı. Yaxından aydın olsun deyə yaxından çəkirəm. B7 qleyindən zərrə azca miqdarda vururuq ki, yenə də öz işimizə ehtiyatı alaq. Çox vurmağa ehtiyac yoxdur. Bir zərrə vurmağımızın kifayətdir. Çünki bu qley həmin dəqiqə qurumur. Hardasa 4-5 saatdan sonra quruyur və 4-5 saatdan sonra daha möhkəm forma əmələ gəlir. Və sıxırıq. Və bu cür sıxırıq. Möhkəm sıxırıq, amma elə sıxmalıyıq ki, kəsilməsin burada. Sıxmamız kifayətdir. Həm də B7 qleyindən, bax bu cür qleydir. B7 qleyindən istifadə eləməklə daha möhkəm forma əmələ gəlir. Oradan sürüşüb çıxması ehtimalı belə qalmır. Və salırıq içərisinə. Bu hissi də qalır. Mən həmişə bu işi yekunlaşdırandan sonra düyün gizlədən hissəsini bağlayıram. Çünki nəsə bir bəzən dəyişiklik eləmək olsun deyə bunu açıb çıxarda bilirəm. Çünki düyün gizlədən özlüyündə tez xarab olan materialdır. Onu bir neçə dəfə açıb bağlamağınızı məsləhət görmürəm. Ona görə ən sonda bağlamağınız daha gözəldir. Bu cür açıqda saxlaya bilirsiniz, sonda bağlayacaqsınız. Və başlayacaq bu modelin yığılmasına. Mən bu cür hematitlərdən də istifadə edəcəm. Aralıq muncuğu kimi. Hematit daşı çox gözəl daşdır. Əl işlərində çox gözəl görsənir. Bu forması da çox gözəldir. Düyün gizlədən bu hissəsində boşluq olduğuna görə həmişə mən demək olar ki, əksər vaxtlar paslanmaz polad olsun, yaxud da bu cür hematit materiallar olsun istifadə edirəm. Və bunun ölçüsü 4 mm-lik ölçüdür.
hematitin 4 mm olan ölçüsüdür. Həm orijinal bir forma əmələ gəlir, həm də çox qəşəng görsənir. 2 mm-lik ölçüsündən istifadə edə bilərsiniz. İndi artıq bu sizin öz zövqünüzə bağlıdır. Və biz aydaşının yağlamasına başlayırıq. Və ara bir bu hematit daşlardan qoyuruq. Vacib deyil ki, həmişə eyni saydan sonra qoyasınız. Simmetrik ölçü qoruna da bilər, qorunmaya da bilər. O sizin artıq öz zövqünüzə bağlıdır. Baxın, artıq biz modeli hazırlamışıq. Aydaşının bayaq yığdığımız kimi formada. Bu hematitləri biz ixtiyari formada qoyduq. Yəni simmetrik nəzərə alınmır. Yəni bu hissənin simmetriyası nəzərə alınmır. Yəni bu formada da yığa bilərsiniz, qeyri-simmetrik formada da yığa bilərsiniz, simmetrik formada yığa bilərsiniz. Artıq o sizin öz zövqünüzə bağlıdır. Bu formada hazırlamaqla, yəni burada da görünür, 20 cm buradan, 20 cm buradan olmalı, 40 cm. Hardasa bir 3 cm də bağlama hissəsinə getsə, 43 cm-də olan boyunbağı kifayətdir. Çünki bu zəncirli forma olacaq, burada atmalar olacaq deyə bu boyunbağları uzun ölçüdə götürmək düzgün deyil. Həm estetik gözəlliyini pozmuş olacaqsın, həm də müştəri tərəfindən xoş qarşılanmayacaq. Hər bir boyunbağıya uyğun olaraq onun öz ölçüsü var. Əlbəttə ki, bu modelləri əsasən cavan nəsildə olan insanlar daha çox bəyənir. Onlar da əsasən boyuna yaxın olan modellərə daha üstünlük verirlər. Və artıq bu ölçünü də sizi görəndən sonra mən baxın burada bu ölçüdə düyün gizlədəndə qoyanda artıq 40 cm-lik uzunluq əldə olunacaq və sonradan bağlama hissəsində qoyanda, misal üçün, məndə bu qədər uzunluğun olması məni narahat eləmir də. Çünki mən bunu rahat istifadə edə bilərəm deyə bunun uzunluğunun uzun olmasını yaxşıdır. Amma qısa olanda sizin işiniz yarımçıq qala bilər. Ona görə müəyyən qədər, laf çox uzun lazımdır, müəyyən qədər uzun olması lazımdır ki, rahat işləyə biləsiniz. Və burada görürsünüz ki, son lolda bu hematit daşdan istifadə eləmişəmsə, burada da həmin daşdan istifadə edib və birinci boyunbağını yekunlaşdırıram. Yenə də həmin üsulla bağlayırıq. Düyün gizlədəni birinci formada bağlayanda çox rahatdır. Çünki birbaşa bağlayıb içəri hissəsinə salırsınız. Amma ikinci hissəni düyün gizlədəni bağlayanda artıq bu sizdə praktika tələb edir. Uzun müddət bu işlə məşğul olanda hər kəsdə alınır. Və ikinci düyün gizlədəni salırıq. Düyün gizlədəni keçirdik. Və biçədək salırıq içərisinə. Və bu cür. Buradan tuturuq və buradan da dartırıq. Və yerində oturur.
Bu kleydən nisbətən az vururıq. Çox quma ehtiyac yoxdur, çünki kənarlarından çıxıb biz görsənməsin. Və bacardığımız qədər möhkəm sıxırıq. Sıxarkən də bunu qırmamağa çalışmaq lazımdır. Əgər qırılıbsa, o işi açmaq lazımdır. Çünki o qırılma ehtimalı olsa, haçansa onun açılması ola bilər. Möhkəm belə sıxırıq. Kleyimizdə vurmuşuq. Hardasa 4-5 saata kley möhkəmlənəcək. Oradan ipin çıxmasına mane olacaq. Baxırıq, elastikliyinə baxırıq həmişə kimi. Taxta kimi belə durmamalıdır. Baxırıq, elastikliyi gözəldirsə, artıq işimiz yekunlaşıb bu hissəni kəsirik, içərisinə salırıq. Burada heç bir hissəcik görsənməməlidir. Bacardığımız qədər hər bir hissəni içəridə gizlətməliyik ki, əlavə hissələr görsənməməlidir. Və bu işimizi yekunlaşdırandan sonra bir daha baxaraq artıq neçə santimetr oldu. Hardasa 21 santimetre çatmır, amma 20 santimetre yarım. İkinci boyunbağında bu uzunluqda düzəltməliyik. Bu bizim birinci boyunbağımız. Bir də onu deyim ki, bu boyunbağı ilə öz-özlüyündə bir gözəl bir boyunbağıdır. Bu modeldən uc hissəsinə bu klonu vurmaqla düz orta hissəsini gətirək. Orta hissəsini gətirməklə və bu orta hissəsindən ay nişanını istifadə eləməklə öz-özlüyündə bir boyunbağı əmələ gəlir. Bu formalarda boyunbağını düzəltmək üçün artıq bu detalı özünü bura qoymaq lazımdır. Əvvəlcədən salmaq lazımdır. Çünki bunun salınan hissəsi yoxdur. Yeni bir hərgə salsanız, onda klon bu formada qalacaq. Yaxud da klonsuz da istifadə eləmək olar. Yoxsa əvvəlcədən salmaq da olar. Amma bizim modelimiz bu forma deyil. Başqa bir formanın əmələ gətirilməsidir. Sadəcə fikrinizdə qalsın deyə bunu da göstərdim. Və ikinci boyunbağının düzəltməsinə başlayırıq. O da bu formada, bu modeldə hazırlayırıq. Və ikinci boyunbağının hazırlanmasına başlayırıq. Yenə də həmin üsulla hazırlayırıq. Burada düngüzlədən içərisindən keçiririk. Yenə də bir 7 mikliyindən az miqdarda vururıq və möhkəm sıxırıq. Bunu sıxmaq çox rahatdır. Materialı sıxmaq çox rahatdır. Yenə də güc tələb eləmir, amma yenə də bacardığımız qədər möhkəm sıxmalıyıq, amma qırmamaq şərti ilə. Və bağladıq. Və yenə də hematit materialından istifadə edirik. Bu cür hematitlərdən istifadə edirik. Gətiririk bu hissəni həmişə gizlədirik daşların altında görsənməsin. İşimizdə əyrəsillər olmasın. Və bu cür salırıq. Bu çəhrayı varsa. Baxın, ikinci boyunbağını da hazırlayıb bitirdik.
Və ölçüsünə baxırıq. Bayaqki ölçü boyda ölçü lazımdır. Biri uzun, biri qısa olmalıdır. Bu boyun bağlarda çünki ölçü eyni olmalıdır ki, orada boşluq yaranmasın. Və biz bayaqları ölçmüşdük ki, 20 santimetr yarımlıq bir ölçüdür. Yəni bu düyün güzlədəndə bir yerdə 20 santimetrlik yarım olmalıdır. Və bir düyün güzlədəni də qoyanda artıq biz o ölçünü əldə eləmiş olacaq. Düyün güzlədəni də digər hissəsini bayaq göstərdiyim kimi eləyirik. Düyün güzlədəni götürürük. Formada salıb yenidən tekrar yerinə salırıq. Burada baxırıq ki, boşluqlar olmasın. Bir ona fikir vermək lazımdır ki, çıxıntı hissəsi burada neçə muncuğun içərisinə giribsə, çalışmaq lazımdır ki, sağ və sol hissəsində eyni qədər muncuğun içərisinə girsin. Çünki o duruşuna təsir göstərir. Təsəvvürün bir muncuğa bu qədər salmışsınız, burada möhkəmlik yaranır. Bu tərəfdə isə biraz 2 dənə salmışsınız. Buradakı möhkəmliyinə buradakı yumuşaq hissə eyni gəlmir. Ona görə bu hissəyə fikir vermək lazımdır. Eləmək lazım ki, boşluqda qalmasın. Amma qəşəklər də sıx da olmasın. Belə bacardığımız qədərimizi itəliyirik. Bir tərəfdən bu hissəni tuturuq, bir tərəfdən bunu dartırıq. Hissə dartırıq. Yəni elə dartırıq ki, birdən bir əlimizdən də çıxmasın. Bacardığımız qədər qabaqçı muncuqlardan tutub sıxırıq. Burada azca 2-3 milimetrin qalması normaldır. O qalmasa möhkəm forma belə gələr, heç elastiklik olmaz. Formada baxırıq. Çoxlu boşluq olmamalıdır. Bu hissələrdə boşluq olmalıdır. 2-3 milimetrin boşluğun olması kifayətdir. B7-dən biraz vuracaq. Bacardığımız qədər sıxırıq. Lazım olan ölçünü əldə etmişik. Artıq işimiz bitibsə bunları bağlayırıq. Çünki biz də artıq bu işi yekunlaşdırmaq istəyirik. Ehtiyatla sıxırıq, əyriliklər yaranmasın. Əgər yaransa onu düzəldirik. Simmetrik görsənsin. İşimizdə əyrisiliklər görsənməsin. Bu hissəni də bağlayırıq. Bu bayaq düzəltdiyimizdir. Bunun bağlı hissəsini bağlayırıq. Və bağlayanda fikir vermək lazımdır ki, burada belə çıxanda buradan görsənməsin. Nisbətən başqa yerə qoyuruq ki, oradan yerin dəyişməsin.
Və biz burada atmalar eləməliyik. Atmalar eləmək istəyirik. Hansı ki, qəşəng görsənsin, fərqli dizaynda görsənsin. Ona görə belə öz materiallarından da istifadə eləmək olar, başqa materiallardan da istifadə eləmək olar. Atmaların uzunluğunun önəmi yoxdur. İndi zövqə uyğun düzəldə bilərsiniz. Mən istədiyim formada olanlardan düzəldirəm. Bunu da uzunluğunu ölçəcəm sizin üçün narahat olmayın. Yəni nə uzunluğunda zəncirdən istifadə eləmişik. 7 cm. 2 dənə 7 cm ölçüsü olan eksi 7 cm olan ölçüsü olanla istifadə edirik. Sonra belə bir zəncir detalı var. Buradan arası 5 götürün. Modeller sərbəst modeller olduğuna görə zövq üzrə düzəldilir. Yəni istədiyiniz uzunluğa götürə bilərsiniz. Amma saçalı olduğuna görə biraz azca 5 cm-dən çox da aşağı götürməyiniz məsləhətdir. Çünki dolaşanda gözə görsənmir. Belə bir hissələrdən kəsim götürün. Bizə lazımdır. Bunu da 2 yerə bölək. Hər dəfə böləndə zəncirin bir hissəsi itkiyə gedir, onu nəzərə alın. Çünki kəsdiyimiz hissəni biz işlədə bilmirik. Açılmış hissəni işlətməyin, çünki sizə mane olmasın. Bu formada sizə belə bir zəncirimiz də var. Onu da istifadə edə bilərik. Bu hava bunun 3 cm-dir. Bunu da yardan istifadə edək. Bu qədər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ədəd olmağa kifayətdir. Çünki biz yalnız aşağı hissəsinə qoyacaq. Yanlara çox da qoymayacaq deyə çox da olmağın ehtiyacı yoxdur. Bu 3 dənə boyunbağını birləşdirməliyik və ideal bir formaya əmələ gətirməliyik. Üstə olan həlqədən istifadə edirik. Bayağı istifadə edədiyimiz ölçü. Bu ölçüdür 5 mm ölçüdür. Bu isə artı 8 mm-lik ölçüdür. Bu ölçüdən istifadə edirik və bunun içərisinə salırıq. Bu hissəsi çox önəmli hissədir. Çünki hər hansı bir detalı düzgün eləmədikdə iş tamam bizim istədiyimiz forma düzəltməkdən çıxa bilir. Bunu salırıq. Sonra isə ikinci həlqəni salırıq. Və bu iki hissənin düzəlməsinə baxırıq. Buradan bağlayırıq. Və buradan möhkəm sıxırıq. Sıxırıq ki, yerin dəyişməsin. Və başlayırıq bu cür dolamağa. Bunu biz tutmasaq da əlimizlə bu formanın düzəltmək olmayacaq. Və bu formada dolayırıq bir-birinin ətrafında.
və ölçüyə baxırıq. Ölçü düz 1 sm kiçilir. Onu həmişə nəzərə alın. Bizə 20, bu hissədə 21 idi. Ölçünü göstərim. Bu hissədə də bizdə 21 üzərində 20 yarım idi. Burada da 20 yarım idi. İndi biz burmaqla 1 sm kiçildi. Gəlib bu hissənin 19 yarım üzərinə düşdü. Hər tərəfdən 1 sm kiçildi. Yəni 2 sm ümumi kiçilmə oldu. Bunu saxlayırıq. Sürüşməsin. Buna skoç da vurub saxlamaq olar. Üzərinə ağır bir məsələ qoymaq olar. Misal üçün biz bunu qoyduq. Deyək ki, əlimizin altında skoç yoxdur. Burada saxlayırıq və bağlayırıq. Eləmək lazımdır ki, bu hissə açılmasın. Möhkəm qalsın. Onun skoçunu da saxlamaq olar. Baxın, bu forma stabil forma qalır. Yəni bunun açılma ehtimalı yoxdur. Çünki biz bir hissəni düzəltməmişdən qabaq, bir hissəni bağlayanda o bir hissənin uc hissəsini açıq qoyduq və onları möhkəm şəkildə burduq. Baxın, bu cür formada burulub. Hematit daşları da bir ayrıca bir gözəllik verir. Açılma ehtimalı yoxdur. Çünki biz bu həlqəni buradan çıxartmasaq açılma ehtimalı olmayacaq. Bu zəncir detalını biz əgər hazırladığımız artıq heç cür bir-birindən ayrılmayan bu formada nə qədər biz bunu ayırsaq da, bu cür ayırmağa çalışsaq da, saxlayanda yenidən buruq forma əmələ gəlir. Yəni bu formanın sirri bundadır ki, yəni bu formada əgər siz boyunbağı düzəltmək istəyirsinizsə, bunlar bir-birinə ayrılma ehtimalı olmur və hər zaman buruq formada qalır. Amma texnikanı bu formada eləməyəndə istər-istəməz bir müddətdən sonra bu buruq forma açılmaq məcburiyyətində qalır. İndi keçək 3-cü zəncir formasını hazırlamağa. 3-cü olan zəncir olsun, fərqi yoxdur, başqa bir model daş olsun. Onu hazırlayanda nisbətən bu uzunluqdan uzun götürmək lazımdır. Bu cür uzunluq olanda burada 1 santimetrlik hissədən fərq hiss olunur. Yəni 1 santimetr artıq götürmək lazımdır. Amma burada isə biraz harca 5 santimetr uzun götürmək lazımdır ki, onun üzərində bir-birinə dolayanda boyunbağa qısa gəlməsin. Və qoyuruq bura, baxırıq. Hansı uzunluqdadır? 21, 42, 42, 42, 43, 44, 45, 46. 46 santimetr götürmüşük. Və bunun boyunca biz dolayırıq. Kifayət olduğu yerdə kəsməyə ehtiyacımız var. Və salırıq yerinə. Peki o iki boyun bağını bir-birinə dolamışdı. Həmin formada heç bir səhvə yol vermədən yenidən dolayırıq. Və bir-birinə yaxın dolayırıq ki, arada boşluq məsafə olanda bu cür boşluqlar, bu formada olan boşluqlar əmələ gəlməsin. Və başlayırıq dolamağa. Bunu göstərmək üçün kifayət qədər uzun kadrdan, geridən çəkilən kadrdan göstərirəm ki, hər şey daha yaxşı aydın olsun.
Bu bizim boyun bağımızdır. Yəni nə qədər istəsək də əlimizlə olsa fərqi yoxdur. Nə qədər istəsək də buraxanda bu forma əmələ gəlir. Boş buraxanda bu forma əvvəlki formanın yerini tutur. Yəni bunun ayrılıb düz formada qalması qeyri-mümkündür. Artıq biz bu buruq formanı əmələ gətirəndən sonra yenidən bu formada bunun ətrafında dolamalıyıq. Yenə də həmin formada dolamalar edirik. Nisbətən yaxın eləməyimiz daha yaxşıdır. Amma istək sizin öz öhdənizə düşür. Yəni bu formada çox da boşluqlarda qalmasın. Boşluqlar qalanda bunu hazır zənciri üzərində atmalarla da eləyə bilərik. Amma həmin formada eləyəndə biraz sağ və sol hissələrində aydın olmur. Hardan zəncirin atmaları var. O lap sərbəst formada istifadə eləmək olar. Amma bu formada eləməyiniz daha yaxşıdır. Baxın, artıq zənciri dolamışıq. Zəncir bu formada dolandı və biz bunu bu hissədən bağlayanda artıq zəncirin dolanması itməyəcək. Belə atmalarla da düzəldə bilərsiniz. Atmaları hazırlayıb o zəncirdə dolaya bilərsiniz. Onun bir fərqi yoxdur. Həmin formada eləməməyimin məqsədi odur ki, bəzən zənciri dolayanda uzunluğu düzgün tutmaq olmur. Ona görə bir hissəsində atmalar olur, bir hissəsində atmalar olmamağı ola bilər deyə bu formada eləsəniz də daha yaxşıdır. Sonradan isə atmaları istədiyiniz yerdən atma şəklində eləyə bilərsiniz. Və yenə də bayaq kimi buradan bağlayırıq və möhkəm şəkildə qalır. Baxırsınız, əgər bu model bu formada, bu dolanma, ya bu qədər dolanma sizə kifayətdirsə, işi davam edirsiniz. Baxın, artıq üçlü modelimiz bitib. Biraz uzaqdan çəkim, daha yaxşı qəşəng görsənsin hamısı. Yəni nə qədər açmağa çalışsaq da bu forma özünü tutub deyə artıq onun açılma ehtimalı olmur. Sadəcə siz bu zəncirdən bu hissəni çıxartsanız əvvəlki formalar əmələ gələr, amma onu da eləməyə ehtiyac yoxdur. Bu cür model əmələ gəldi. İndi biz buna atmalar qoymaq istəyirik ki, biraz da gözəl, orijinal bir forma olsun. Bu formada da sifariş verənlər çox olur. Çünki əsas orta yaşlı nəsil, hardasa bir 35 yaşından sonraki nəsil çox da atmalardan xoşu gəlmir. Ona görə bu formada da model düzəldib paylaşa bilərsiniz. Bir çox insanların zövqünə oxşaya bilərsiniz. Amma atmalardan da daha çox cavan nəsildən xoşuna gəldiyinə görə bunlardan da istifadə eləmək olar. Və bu cür düzəldib sadəcə belə ay klonundan da istifadə eləmək olar. Bu cür ay klonundan istifadə eləmək olar. O da gözəl bir görünüş verir. Bağlama hissələrini bağlayaq ki, boyun modelində rahat şəkildə düzəldə bilək. Bu formada zamok uzalırıq. Biraz sadə zamok gedir. Yəni də dəhşətli bahalı görünüşdə olan zamoklara qoymağa ehtiyac yoxdur. Çünki onun duruşu belə gözəl görsənir boyun bağının. Artıq əlavə lazımsız detallar eləməyə ehtiyac yoxdur. Bu cür sadə zamoklardan istifadə eləmək kifayətdir. Hazırdır və burada da nisbətən biraz uzatma zəncirindən istifadə edəcəyik. Dəhşətli uzun 50 cm falan olan model deyil. Çünki o formada olsa boyun bağının gözəlliyi itə bilər. Bunu da salırıq.
bağlayırıq. Bu da bağladı. Zəncirin artıq olan hissəsini artıq saxladığımız hissə formada. İstədiyiniz uzunluqda zəncirlərdən istifadə edə bilərsiniz. İndi biz bunu zəncirləri ona uyğun, modelə uyğun şəkildə düzəldəcəyik ki, həm tənzimləyə bilək uzunluğun, həm də göz oxşayan bir forma əmələ gəlsin. Biraz uzun formaları qıraq tərəflərdən qoymaq olar. Orta hissəsində qoymaq olar. Yəni burada bu modeldə vacib deyil ki, hamısı eyni uzunluqda olsun və yaxud da eyni modeldə olsun. Çünki bu model özü dolaşan modeldir. Bir müddətdən sonra nə qədər uyğunluq eləmək istəsək də bu zəncirlər, yəni bu zəncirlərdən söhbət gedir, dolandığına görə biraz başqa formanı əmələ gətirə bilər. Baxın, mən dediyim sinə sümüyü hissəsi bu hissədən başlayır. Bu hissədə sinənin yuxarısı hissəsində sümüklər var. Boğazın aşağı hissədə hər bir qadında bu hissələrdə sümük olur. Bu hissənin sonluq hissəsindən, daha doğrusu yuxarı başlanğıc hissəsindən başlamaq məsləhətə uyğundur. Orada daha qəşəng görsənir. Bu hissədə olanda isə bu hissədən başlasaz, bu hissələr boş qaldığına görə estetik, gözəl görsənir. Ona görə bu hissədən başlamağınız daha qəşəngdir. Kəlbətini götürüb yerinə salırıq. Yenə deyirəm, bunu əvvəlcədən də eləmək olar, sonradan zənciri bu hissəyə salmaq olar. Amma orada dolaşıq forma olduğuna görə sizə daha aydın görsənməyəcək. Amma burada istədiyiniz yerdə qoya bilərsiniz. Birinci zənciri biz qoyduq və ikinci zənciri biz nisbətən kiçik ölçüdə olanı qoyuruq. Ardıcıllıq da burada önəmli deyil. Yəni illah deyir ki, 4 cm-dən 1, 5 cm-dən 1 qoymaq lazımdır. Bu modeldə sərbəst model olduğuna görə istədiyiniz uzunluqda qoya bilərsiniz, amma gözəl görsənsin. Bura keçirdik. Digər belə bir formadır. Onu keçirək. Birini də bu hissədən salaq. Bir də bunun orta hissəsində klon olacaq. Klonu da nəzərə almaq lazımdır. Elə bir bunun düz orta hissəsinə düşməlidir. Bax, buradan klon olmalıdır. Zəncirin birini də buradan keçirək. Buradan klonun hissəsini saxlayaq. Sonradan klonu keçirəcək. Digər modelləri də hazırladıqlarımızı nisbətən kiçik olanı bu hissədən olacaq. Biz bu hissədən salmamız yaxşıdır. Yine də bax, bu cür zəncirlərdən istifadə olunur, həlqələrdə istifadə olunur. Həlqədə 0,5 mm ölçüsündə olan həlqə kifayətdir. Saldık. Sonra zəncirlər nə qədər çox olsa bir o qədər qəşəng görsənir. Biraz uzun modellərdən götürək.
Burada hərəkəni salanda ara məsafəsinə fikir verin ki, orada ara məsafəsi qalmasın. Zəncir özü nazik olduğuna görə oradan çıxa bilər. Bu hissədən və bir bu, bir də bu hissəyə qoymamız kifayətdir. Gözəllik hazırdır. Və bizim iki növ klonumuz var. Biri bu cür klondur. Swarovski daşlarını bəzədilib. Bu isə sədəf daşı ilə hazırlanmış klondur. Və baxaq hansı formada, hansı daha doğrusu klonu daha gözəl görsünür. Bu klonla bu formada görsənir. Klonu buradakı daşlardan birinə salacaq. Və bu ay detalından da bu formada görünür. Məncə bu detalından daha gözəl görünüş əldə etmək daha yaxşı olur. Düz orta hissədə baxırıq. Orta hissə hardadırsa, orta hissə zamokun qurtaran hissəsi deyil. Orta hissə bax bu hissə nəzərdə tutulur. Burada bitən yer zamokun düz orta hissəsi nəzərdə tutulur. Və buradan qoymamız kifayətdir. İndi artıq əvvəlki dövrlərdəki kimi %100 simmetriyanı qoruyan modellər çox da bəyənilmir. Əsasən qeyri-simmetrik modellər daha çox bəyənilir və buna görə yəni illa %100 simmetriyanı qorumaqda ehtiyacı yoxdur. Klonumuz da hazırdır. Bu arada tənzimləyək.